Salam əziz 9-cu siniflər. N-ci dərəcədən kök, rasional üstü qüvvət, n-ci dərəcədən kök aid misalların həllinə baxırıq. Birinci sualda deyir ki, kök altında 3 çıxılsın kök altında 5-in kvadratı. Və üstə gəl 4-cü dərəcədən 2 çıxılsın kök altında 5-in üstü 4. Bərabərdir. Cüt dərəcədən modulda çıxır. 3 çıxılsın kök altında 5. Üstə gəl. Yenə cüt dərəcədən olduğuna görə modulda 2 çıxılsın kök altında 5. Modulun içərisindəki ifadəyə baxırıq ki, müsbətdir yoxsa mənfidir. Əgər müsbətdirsə olduğu kimi çıxır, mənfidirsə mənfiyə vurub müsbət olaraq moduldan çıxardırıq. 3-ün kvadratı 9-dur. 9-dan 5 çıxanda müsbət ədəd elədiyinə görə özü çıxır. 3 çıxılsın kök altında 5. 2 çıxılsın kök altında 5. 2-nin kvadratı 4. 4 5-dən kiçik olduğuna görə mənfi çıxır və ifadənin əksi çıxır. Kökdə 5 çıxılsın 2. Kökdə 5-lər islah olunsa cavab 1. Baxırıq ikinci sualın həllinə. Kök altında 5-ci dərəcədən mənfi 32. Üstə gəl. Kök altında 8-ci dərəcədən mənfi 3 üstündə 8. Bərabərdir. Kökdə 5-ci dərəcədən mənfi 2-nin üstündə 5. Üstə gəl. Kök altında 8-ci dərəcədən mənfi 3-ün üstü 8. Bu bərabərdir. Tək dərəcədən ifadənin, kök altı ifadənin özü çıxır. Mənfi 2. Cüt dərəcədən modulda çıxır. Modul mənfi 3 bərabərdir. Mənfi 2 üstə gəl 3 bərabərdir 1. Cavab B variantı. Üçüncü misala baxırıq. Üçüncü misalda hansı münasibət doğrudur deyir. A variantına baxırıq. Kök altında 3-cü dərəcədən 5 vurulsun kök altında 3-cü dərəcədən 5. Yəni kök altında 3-cü dərəcədən 5-in kvadratı deməkdir. Bu da bərabərdir. Kök altında 3-cü dərəcədən 25. Yəni 5-ə bərabər deyil. A yanlışdır. B variantına baxaq. Kök altında 21-ci dərəcədən mənfi 5-in üstündə 7. Bu bərabərdir. 21 ilə 7-ni bölsək, 3-cü dərəcədən mənfi 5. Və bu da elə 3-cü dərəcədən mənfi 5-ə bərabərdir. Tək dərəcədən olduğuna görə. Cavab yanlışdır. Çünki müsbət yazıbdır. Müsbət olmadığına görə cavab yanlışdır. C variantına baxaq. 7-ci dərəcədən mənfi 2-nin üstündə 14 bərabərdir. 14 ilə 7-ni ixtisar eləsək, kök altında mənfi 2-nin kvadratı eləyir. Bu da bərabərdir kök altında 4-ə. Yəni 2. Cavab C variantında yanlışdır. Çünki mənfi 4 yazılıbdır. D variantına baxaq. Kök altında 12-ci dərəcədən mənfi 3-ün üstü 6 bərabərdir. Kök altında mənfi 3. 12 ilə 6 ixtisar getdiyinə görə 2-ci dərəcədən və biz bunu modulda götürürük. Mötərizəni silirik. Modulda mənfi 3 bərabərdir. Kök altında 3. Bəli, doğrudur D variantı.
Hətta biz bunu necə fikirləşərik, necə fikirləşib yazarıq? 12-ci dərəcədən -3-ün üstündə 6 bərabərdir. 12-ci dərəcədən -3-ün üstündə 6-cı dərəcə olacaq müsbət. Çünki cüt dərəcəli olduğuna görə 3 üstündə 6, bu da bərabərdir kök altında 3. Doğru cavab D variantıdır. Y variantında kök altında 4-cü dərəcədən 7-nin kvadratıdır. Kök altında 4-cü dərəcədən 7 vurulsun kök altında 4-cü dərəcədən 7 bərabərdir. Kök altında 4-cü dərəcədən 7 vurulsun 7 bərabərdir. Kök altında 4-cü dərəcədən 7-nin kvadratı, kök altında 7. 7 isə cavab 7 verib, yanlışdır. 4-cü sualın həllinə baxaq. Kəsrin məxrəcini irrasionallıqdan azad edin deyir. 6 bölünsün kök altında 5-ci dərəcədən 4 bərabərdir. Kök altında 5-ci dərəcədən 4 vurulsun. Bunu elə bir ədədə vurmalıyıq ki, elə bir irrasional ədədə vurmalıyıq ki, dərəcələr eyni olsun və üstlər 4-ün üstü 4 olmalıdır ki, bu 5-ci dərəcəyə uyğun gəlsin. 4 vurulsun 4 üstündə 4, 4 üstündə 5 eləyir. 6 məxrəci nəyə vurdum? 5-ci dərəcədən 4 üstündə 4 bərabərdir. Məxrəcdə eləyir 4, sürətdə eləyir 6 vurulsun 5 üstündə 2, 5-ci dərəcədən 2 üstündə 8 bərabərdir. 6 ilə 4 ixtisar eləyir 2-yə 3, 2-də 3 vurulsun 5-ci dərəcədən 2 üstündə 5 vurulsun 2 üstündə 3 kimi yazaram. Bərabərdir. 2-də 3 vurulsun. 5-ci dərəcədən 2 çıxır. Vurulsun. 5-ci dərəcədən 2 üstü 3 qalır. 2-lər ixtisar gedir. 3 kök altında 5-ci dərəcədən 8. Cavab A variantı. 5-ci sualda deyir ki, hansı ədəd ən böyükdür? Kök altında 3-cü dərəcədən 0,7, 5-ci dərəcədən 0,7, 4-cü dərəcədən 0,7, 6-cı dərəcədən və 2-ci dərəcədən. Buna aid başqa bir, məsələn, bir tam ədəd çıxan bir ifadəni göstərim. Məsələn, 0,16 2-ci dərəcədən. 2-ci dərəcə indi yazılmır, 4-cü dərəcədən. 4-cü dərəcədən 0,2 çıxır. 2-ci dərəcədən 0,16-dan çıxır 0,4. Baxın, 4-cü dərəcədən daha kiçik bir ifadə alındı. 2-ci dərəcədən isə daha böyük ifadə alındı. Deməli, ən böyüyü tapmaq üçün dərəcəsi ən kiçik olanı götürürük. Cavab Y variantı kök altında 0,7. Baxırıq 6-cı suala. Kök altında x 4-cü dərəcədən kiçikdir 3-dən. Bərabərsizliyini həll edək. 4-cü dərəcədən olduğuna görə biz baxırıq ki, hər iki tərəf müsbətdir. O zaman 4-cü dərəcəyə yüksəldə bilərik. Hər tərəf 4-cü dərəcəyə yüksəltsək, modulda x kiçikdir 81-dən. Yəni, modulda x böyükdür 0-dan olduğuna görə cavabımız B variantı olur. 0, 81. 0-ı daxil edirik, 81-i daxil etmirik. B variantı. Baxırıq 7-ci suala. B-nin hansı qiymətlərində kök altında B kub 3-cü dərəcədən
kiçik bərabərdir kök altı b üstü 4 4-cü dərəcədən. Hər zaman tək dərəcədən mənfi və cüt dərəcədən müsbət olduğuna görə, yəni burada bizdə tək dərəcə və cüt dərəcədən söhbət gedir. Biz bilirik ki, burada mənfi ədəddən söhbət gedir. Çünki mənfi tək dərəcədən elə özü çıxır və cüt dərəcədən isə modulda çıxır və görürük ki, sağ tərəf sol tərəfdən daha böyük olur. Ona görə yalnız b kiçik bərabərdir 0 şərtində doğrudur. Cavab B variantı. Baxırıq 8-ci suala. İfadəsinin qiymətini hesablayın. Burada iki həddi də eyni kökün altına salsaq, kök altında 11-in kvadratı çıxılsın, kök altında 21-in kvadratı bərabərdir. 11-in kvadratı 121, kök altı 21-in kvadratı 21 bərabərdir. Kök altında 100, o da bərabərdir 10-a. Cavab 10. 9-cu suala baxaq. 9-cu sualda da deyir ki, ifadəsinin qiymətini hesablayın. Kök altında 4-cü dərəcədən 375 vurulsun kök altında 4-cü dərəcədən 135. Gəlin bu ifadələri sadə vuruqlara ayıraq. 375-in sadə vuruqları 5-ə bölündükdə 75, 3-ə bölündükdə 25, 5-ə bölündükdə 5, 5, 1 və 135 5-ə bölündükdə 2, 7, 3-ə bölünür. Yəni bu 3 üstündə 3 yaza bilərik. 27 3-ün kubudur. Sadə vuruqları ayırdıqdan sonra görürük ki, burada 3-ün üstündə neçə dənədir? 3 və 1 dənə 4 və 5-dən də 4 dənə olduğuna görə 4-cü dərəcədən bərabərdir. Kök altında 4-cü dərəcədən 15-in üstü 4, 15-ə bərabər olur. Cavab 15-dir. Baxaq növbəti suala və sonuncu suala. 10-cu suala baxırıq. Uyğunluğu müəyyən edin. A bərabərdir 3 kök altında 7. 3-ü kök altına salsaq, A bərabərdir 63 kök altında. Bu birincidir. İkincinə baxaq. A bərabərdir kök altında 7-nin kvadratı 49, 2-yə vurduqda 98 çıxılsın. 4 vurulsun 7, 28. Bu da bərabərdir. 98 9 ilə 100-ün aralığında yerləşir. Yəni o 9 ilə 10 aralığında yerləşir. Çıxılsın. Kök altında 28, 5 ilə 6 arasında yerləşir. 9-dan 10 aralığında bir ədəd yazsaq. Məsələn 9,1 çıxılsın. 5 ilə 6 aralığında 5,1. Bu eləyir 4. Yəni bu 9-dan 10 aralığından 5 ilə 6 aralığını çıxsaq, məsələn 10-a yaxın bir ədəd versək, 9,9 çıxılsın, 5,1 olacaq 4,8. Yəni bu 4-5 aralığında ədəd olacaq. Cavab D variantı. 2-yə uyğundur D variantı. 1-ə uyğun oldu. Kökdə 63 7 ilə 8 aralığında yerləşir. C-dir. 3-ə baxırıq. 3-də isə kök altına salsaq, 3-ün kvadratı 9, 99 çıxılsın. 36-nı 3-ə vuranda 108. Bu mənfi ədəd eləyəcək. Çünki 9 ilə 10 aralığında yerləşir. Kök altında 99, 9 ilə 10 aralığında yerləşir. Çıxılsın. 108 isə
10 və 11 tam ədədlər aralığında yerləşir və bu bir mənfi ədəd eləyəcək. Mənfi ədəd eləyəcək və 0-dan kiçik. A kiçikdir 0 götürürük. Buna da uyğun oldu A variantı. Deməli 1-ə aid oldu C, 2-yə aid oldu D, 3-ə aid oldu A variantı.